İkinci fəsil 18-ci ayədən teatrdakı cəmiyyət haqqında bugün. Elçin qardaş, oxuyarsan axıra qədər 18-ci ayədən. Tiatirada olan cəmiyyətin mələyinə yaz. Gözləri odlu alova, ayaqları da bardaqlanmış tunca bənzəyən Allah oğlu belə deyir. Sənin əməllərindən, məhəbbətindən, imanından, xidmətindən və dözümündən xəbərdaram. Son işlərin də əvvəlkilərdən daha çoxdur. Amma səndən şikayətim var. Sən özünü Peyğəmbər adlandıran qadın İzebelə imkan verirsən ki, mənim qullarıma əxlaqsızlıq və bütlərə təqdim olunan qurbanların ətini yeməyi öyrədərək onları aldatsın. Mən ona möhlət verdim ki, tövbə etsin. Amma əxlaqsızlığından tövbə etmək istəmir. Bax, onu xəstəlik yatağına salıram. Onunla zina edənlər bircə etdikləri əməllərdən tövbə etməsələr, onları da böyük əziyyətə düçar edəcəyəm. Onun övladlarını azara salıb öldürəcəyəm. Bütün cəmiyyətlər də biləcək ki, insanın daxilini və ürəyini araşdıran mənəm və hər birinizə əməllərinizə görə əvəz verəcəyəm. Amma siz Tiatirada olan digərlərinə, yəni bu təlimi qəbul etməyənlərə və şeytanın dərin sirri adlandırılan şeyləri öyrənməyənlərə deyirəm. Üstünüzə başqa bir yük qoymuram. Ancaq mən gəlincəyə qədər özünüzdə olana bağlı qalın. Qalib gələnə və mənim buyurduğum işlərə sona dək riayət edən millətlər üzərində səlahiyyət verəcəyəm. Dəmir əsa ilə onlara ağalıq edəcək, saxsı qablar kimi onları çilik-çilik edəcək. Bunu atamdan necə aldımsa, eləcə də ona verəcəyəm. Dan ulduzunu da ona verəcəyəm. Qulağı olan qoy eşitsin ki, ruh cəmiyyətlərə nə deyir? Çox sağ ol. Dostlar, diqqətli olun. Deməli, bu teatrdakı cəmiyyətə aid olan məktub 7 məktublardan ən uzun məktub bax bu məktubdur. Efeslərə baxanda, ya da ki İzmirə baxanda, Berqamada biz oxuduğumuz Berqamada olan cəmiyyətə və o biri cəmiyyətlərə yazıldığı məktub elə uzun məktub deyil. Amma burada isə biz görürük ki, Rəbb İsa Məsih həmən bu cəmiyyətə doğrudan da uzun məktub göndərir. Və görün nədən başlanır. Tiatirada olan cəmiyyətin mələyinə deyir, yaz. Yəni, xidmətçisinə yaz. Nə yaz? Gözləri odlu, ayaqları da deməli parlaqlanmış tunca bənzəyən Allah oğlu belə deyir. Dostlar, mən dəfələrlə yəni özümdə eşitmişəm və mənə də həm sual veriblər, nəinki mənə, başqa qardaşlara da sual veriblər. Harda İsa Məsih öz haqqında deyir ki, o Allah oğludur. Yox, İsa Məsih haqqında çox yazılıb. Deyilir ki, İsa Məsih Allahın oğludur. Ya da belə deyib, Allah bu dünyanı elə sevdi ki, öz vahid oğlunu bu dünyaya göndərdi. Bunu ona görə etdi ki, ona iman edən həlak olmasın, əbədi həyata malik olsun. Belə yazılıb. Ya da ki, onun haqqında məsəl üçün kim onunla rastlaşıb, kim onun möcüzələri görüb, kim sağalıb, kim iman edib, deyib ki, doğrudan da sən Allahın oğlusan. Belə yazılıb dostlar.
Amma öz haqqında, yəni İsa özü desin ki, mən Allahın oğluyam. Elə bir şey varmı? Mənə sual veriblər. Harda mı yazılıb? Bəziləri deyirlər ki, heç yerdə yazılmayıb. Amma burada biz oxuyuruq. Burada biz oxuyuruq. Baxın necə yazılıb. Deməli, Tiatirada olan cəmiyyət mələyinə yaz. Kim bunu deyir? İsa Məsih deyir bunu. Bunu İsa Məsih deyir. Deyir ki, ey Yahya, bax o Tiatirada olan cəmiyyət var, orada olan bacı qardaşlar. O bacı qardaşların ağsaqqalına, yəni mələyinə yaz. Nə yaz? Yaz ki, gözləri odlu alovla, ayaqları da parlaqlanmış tunca bənzəyən Allah oğlu belə deyir. Öz haqqında deyir, mən kiməm? Eşidirsiniz dostlar? Öz haqqında deyir ki, mən Allah oğluyam. Bir var kimsə desin, bir var da ki, İsa Məsih bax burada təsdiq edir. Allah oğlu mənəm. Bu dostlar çox gözəl bir yerdir və əgər kimsə ola bilsin ki, sizə nə vaxtsa sual versələr ki, harda yazılıb, harda deyilir ki, İncilin heç olmasa bir yerində bir göstər görüm, harda deyir, İsa Məsih öz barədə deyir ki, Allah oğlu mənəm. Bax burada. Vəhiy kitabında oxuyuruq. Yahyanın müjdəsi 13-cü fəsildə 13-cü ayədə də deyilir. O şagirdlərə deyir, Şam süfrəsində danışaraq deyir ki, siz məni necə adlandırırsınız? Yadınızdadır? Siz məni müəllim adlandırırsınız və kim? Və Rəbb məni adlandırırsınız. Sonra da deyir, doğrudan da beləyəm. Görürsünüz necə? Maraqlıdır. Siz məni bax bu cür adlandırırsınız. Sonra da deyir ki, doğrudan da beləyəm. Yəni Rəbbəm. Bax burada da kəlam təsdiq edir ki, İsa Rəbbdir. İsa Allahın oğludur. Ola bilsin ki, görüşüb kiminləsə söhbət eləyərsiniz. Bax bu ayəni açın. Heç olmasa bax Vəhiy kitabının 2-ci fəslini açın və 18-ci ayəni oxuyun. Bax burada deyilir ki, İsa Məsih öz haqqında deyir, mən Allahın oğluyam. Allah oğlu belə deyir. Nə deyir? Sənin əməllərindən, məhəbbətindən, imanından, xidmətindən və dözümündən xəbərdaram. Son işlərin də əvvəlkilərdən çoxdur. Gözəl cəmiyyətdir ya yox? Sizcə? Dostlar, çox gözəl cəmiyyətdir. Çox gözəl cəmiyyətdir. O birinci cəmiyyətə baxsaq, Efesdəki cəmiyyətə baxsaq, İsa Məsih deyir ki, sənin əməllərindən, imanından, xidmətindən deyir, xəbərdaram. Amma səndən balaca bir şikayətin var. İlk məhəbbətini sən neynədin? Sən onu itirdin. Mənə məhəbbətim yoxdur. Amma burada deyir ki, məhəbbətindən də xəbərdaram deyir. Və sənin işlərində bu son işlərin əvvəlkindən daha çoxdur. Yəni bu cəmiyyət Rəbb üçün xidmət edirdi. Çoxlu işləri var idi. Bir yerdə oturmurdu. Doğrudan da bu cəmiyyət Rəbbin böyük bir işığı idi. Bu işığı da yayırdılar. İnsanlara müjdə edirdilər, yəni danışırdılar, da şahidlik edirdilər. Amma deyir, səndən deyir, şikayətim yenə də var. Maraqlıdır, çox gözəl bir cəmiyyətdir. Məhəbbəti var, dözümü var, imanı var, xidmətdə də sadiq qalır. Amma deyir, səndən deyir, yenə şikayətim var. Sən nə edib dostlar? Neynəmisən? Bu cəmiyyətdə nə olubdu? Hə dostlar? Sən özünü Peyğəmbər adlandıran və meydana, yəni ortaya qadın çıxır. Qadın Ezəvələ imkan verirsən ki, mənim qullarıma
əxlaqsızlıq və bütlərə təqdim olunan qurbanların ətini yeməyi öyrədərək onları aldatsın. Necə? Dostlar, birincisi ortaya Qadın çıxır. qadın çıxır. Qadın çıxır. Qadın cəmiyyətdə nə edir? Necə? Qadın bu cəmiyyətdə nə edir? Öyrədir. 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 Elə bil ki, öz əlinə hamısını götürüb və cəmiyyəti bacı qardaşları öyrədir, öyrət nəsihət verir. Elə bil ki, bu pastordur. Pastordur, xidmətçidir. Amma görün dostlar, yoldan insanları, yəni bu imanlıları yoldan da çıxardır. Yoldan çıxardır. Deyir, mənim qullarıma, yadlara yox, mənim deyir qullarıma əxlaqsızlıq və bütlərə təqdim olunan qurbanların ətini yeməyə öyrədərək onları da deyir aldadır. Sizcə, dostlar, qadın cəmiyyətdə pastor ola bilərmi? Xeyr. Təsdiq edə bilərsiniz? Bəli, Pavel deyir ki, qadınlar məbəddə susun. Qardaşlar olan. Harda yazılıb? Harda deyir? Tam yadıma deyil, amma Yaxşı. istəsə deyin açım onu. Tapın. Tapa bilsən tap deyir. Buyurun. Harada deyir. Yetin qədər. Bacılar, sualı sizə verirəm. Bacı cəmiyyətdə xidmətçi, yəni pastor ola bilərmi? Öyrədə bilərmi ya yox? Ancaq bacılar öyrədir. Yox. Niyə? İcazə verin qadının başını. Yaylıqlı olur. Çünki İsa'nın qadının başı kişidir, kişinin də başı İsa Məsihdir. Çox gözəl. Sonra kim necə deyər? Burada başa yaylıq var Allah. Necədir? Dostlar, Həvari Paul Timofeyin məktubunda belə deyir. Deməli, burada pastor haqqında da deyilir. Pastorlar nəzarətçilərdir, ağsaqqallardır və baxın necə deyilir. Deməli, pastorun, belə deyək də, ya da nəzarətçinin, cəmiyyətin ağsaqqalı, bu ağsaqqalının, yəni pastorun da belə deyək, arvadı bir olmalıdır. Dostlar, qadının arvadı ola bilərmi? Ola bilməz. Yazılıb ki, pastorun arvadı, əgər elə yazılıbsa, pastor kim olmalıdır? Kişi olmalıdır da. Pastorun arvadı bir olmalıdır. Yazılsaydı ki, bax, bu, məsəl üçün, qadının yoldaşı, ya da bir başqa cür yazılsaydı, hə, onda bəlkə də heç burada bu sualı qaldırmazdım mən. Amma deyilir ki, pastorun hər bir xidmətçinin, yəni cəmiyyət xidmətçisi, pastordur, nəzarətçidir, onun arvadı deyir, bir arvadı olmalıdır. İki yox, bir arvadı. Deməli, evli olmalıdır, onun arvadı bir olmalıdır. Buna görə də burada biz oxuyuruq ki, pastor, yəni kişi xeyladır, qardaşdır. Belə, heç bacı ola bilməz. Korinflərin məktubunda 14-cü fəsildə deyilir. Nə yazılıb? Buyur, oxu. Oxu. Necə bildin? Yox, heç baxmamışam, xəbərim yoxdur kimdən yazıb. Buyur. Qadınlar cəmiyyət toplantılarında susun. Çünki onlara danışmağa icazə verilmir. Onlar qanunun da buyurduğu kimi tabe olsunlar. Öyrənmək istədikləri bir şey varsa evdə ərlərindən soruşsunlar. Bura qədər. Dostlar, ümumiyyətlə Korinflərin məktubunda 14-cü fəsildə nədən deyilir? Deyilir ki, orada o cəmiyyətdə problem yaranmışdı. O cəmiyyətdə naməlum dillərdə dua edirdilər. Naməlum dillərdə dua edirdilər. Deməli, maraqlısı da odur ki, Həvari Paul deyir ki, bu düz deyil. Bu düz deyil. Yəni ki, dua edən zaman
yəni ağlın bəhrəsiz qalmamalıdır. Nədən dua edirsənsə, sən onu başa düşməlisən. Yanındakı da cəmiyyətdə səni başa düşməlidir, anlamalıdır. Yox, əgər sən onu anlamırsansa, sus. Sus deyir. Və nə üçün orada deyir ki, qadınlar sussun? Mən sizə deyim, çünki bu qadınlardan çıxıb. Qadınlar o cəmiyyətdə bu cürə öyrədirdi. Yəni ki, başqa dillərdə, yəni naməlum dillərdə dua etmək lazımdır. Dua eləmirsənsə, bu əlamətin yoxdursa, deməli, yanlış yoldasan ya da ki, müqəddəs ruhu almamısan. Bax, bu cür onlar Korinf cəmiyyətində başa salırdılar. Bugünkü gündə də elə bir cəmiyyətlər var, dostlar. Və o cəmiyyətdə biz görürük ki, kişilər yox, qadınlar peyğəmbərlik edir. Qadınlar orada əsas dua edir. Naməlum dillərdə və s. Yəni ki, qadınlar öz əlinə hamısını götürərək yoldan cəmiyyətə çıxardır. Deməli, dostlar, burada da biz görürük ki, bax bu cəmiyyətdə, Tiatirada olan cəmiyyətdə bir qadın var idi və İsa Məsih o qadının adını da Ezaveldir ki, onun adı Ezaveldir. Amma əslində onun adı Ezavel deyildi. Ezavel bilirsiniz kim idi? Əhd-i kitabında biz oxuyuruq. Padşahların kitabında deyilir ki, deməli bir İsrail padşahı var idi, Ahav. Ahavın yoldaşı Ezavel olub. O Ahav da ki, Allahın yolunda deyildi. Qanunsuz işləri görürdü. İşgəncə olub. Və arvadı elə. Yəni, o da bütpərəst olub və həmən o Ezavel nə edirdi? Rəbb Allahın peyğəmbərlərin çoxsunu qırıb. Qırıb. Yəni, bu xalqı da, İsrail xalqını da yoldan çıxardıb. Allahdan uzaq edib. Eləcə də bax bu qadın bu cəmiyyətdə öz işini apararaq imanlıların çoxsunu yoldan çıxardıb və Allahdan uzaq edib. Və bu Rəbdə icrah yaradıb. Mən deyir, ona möhlət verdim ki, tövbə etsin. Tövbə etmədi. Mən ona xəbər verdim. Xəbər göndərdim. Yenə də qulaq asmıyor. Amma əxlaqsızlıqdan tövbə etmək deyir, istəmir. Bax, onu xəstəlik yatağına salıram, deyir. Onunla zina edənlər, yəni mənə sadiq qalmayan, mənə sadiq olmayan, orada bir neçə nəfər var idi. Onlarla deyir, yəni onunla birgə etdikləri əməllərdən tövbə etməsələr, onları da böyük əziyyətə düçar edəcəyəm. Onun övladlarını demirim, mənim övladlarım artıq onlar ki yoldan çıxdı, Rəbbin yolundan çıxdı. Deyir, bax, onun İsrailin övladlarını. O ki, onun sözünə qulaq asdılar. Deyir, azara salıb öldürəcəyəm. Bütün cəmiyyətlərdə biləcək ki, insanın daxilini və ürəyini araşdıran mənəm. Yəni, Allah oğludur. Əzizlərim, buna görə də harada ki, görürsünüz ki, bacı ağalıq edir. Bu düz deyil. Ağalıq edən birincisi ağamız Rəbbdir. İkincisi də ki, Rəbb qadına yox, qardaşa yəni tapşırıb ki, və qardaş da cəmiyyətdə seçilir. Ki, sən, bax, bu cəmiyyətdə sən deməli, nə etməlisən? Bu cəmiyyətdə xidmət etməlisən. Deməli, İsa Məsih ölüb diriləndən sonra şagirdlərlə görüşür. Bacılara da görünüb. Qardaşlara da görünüb. Birinci onu kim görüb? Diri olanı kim görüb? Qadın, bəli, Məcdəli Məryəm görüb. Bacı görüb. Sonra o biri bacılara da görünüb. Və diriləndə şagirdlərə görünəndə, şagirdlər də bir yerdə olanda, yığılışıb bir yerdə olanda, bacılar da orada ona xidmət edirdi. Amma baxın kimə İsa Məsih müraciət edir. Deyir, Yunus oğlu Şimon, məni sevirsən? Deyir,
Bəli, ya Rəbb, sevirəm. Deyir, onda quzularımı otar. Nə anasına, nə Məcdəli Məryəmə, yəni nə başqa bacılara tapşırıb. Deməyib ki, ay bacı, ay filan kəs, quzularımı, cəmiyyəti, yəni sən idarə etməlisən, otar. Yox, Petrə deyib, Petr, məni sevirsənsə, budur quzularımı deyir, otar. Bax belə, ona tapşırıq verilib və biz görürük ki, bu Rəbbin deməli qaydasıdır və Rəbb istər ki, qardaşlar deməli xidmətçi olsun. Bacılar da dualarda olsun, bacılar da cəmiyyətdə onlara da xidmət verilir, amma öyrədib, təlimi yəni ki, açıb başa salmağa bu bacıların işi deyil. 24-cü ayədən oxuyuruq, dostlar, yazılıb ki, amma siz Tiatirada olan digərlərinə, yəni bu təlimi qəbul etməyənlərə və şeytanın dərin sirri adlandırılan şeyləri öyrətməyənlərə deyirəm, üstünüzə başqa bir yük qoymuram, deyir. Ancaq mən gəlincəyə qədər özünüzdə olana bağlı qalın. İmanda gəzin. Siz ki, bu müjdəni qəbul etmisiniz, o nəyi qəbul etmisinizsə, bax bu təlimi qəbul etmisinizsə, yəni Rəbb İsa Məsihdə, onda da qalın, onda da qalın. Qalib gələnə, hər bir cəmiyyətə İsa Məsih deyir, qalib gələnə, bax bu cəmiyyətə də deyir ki, qalib gələnə və mənim buyurduğum işlərə sonadək riayət edənə millətlər üzərində səlahiyyət verəcəyəm. Deməli, dostlar, əgər Rəbbin sözünə sən sadiq qalsan və sonadək riayət etsən, görün, burada da Rəbdən bir vəd verilir. Millətlər üzərində səlahiyyət verəcəyəm. Minillik padşahlıq olacaq. Rəbbin ikinci gəlişi, yəni Rəbb bu dünyaya yenə gələndə tək gəlməyəcək, öz cəmiyyəti ilə, yəni bacı qardaşlarla birlikdə gələcək. Artıq biz də ona bənzəyəcəyik, artıq biz götürüləndən sonra, yəni onunla bir yerdə səmadan bu yer üzünə enəcək. Bu haqda sonra biz danışacaq. 20-ci fəsildə deyilir və onunla bir yerdə, dostlar, burada minillik padşahlığında olacaq. Belə. Və yazılıb ki, millətlər üzərində səlahiyyət verəcəyəm. Qulağı olan qoy eşitsin ki, ruh cəmiyyətlərə nə deyir. İndi istərdim ki, başqa cəmiyyətə də bir baxaq. Deməli, 3-cü fəsildə deyilir, Sardakı cəmiyyət kimi oxuyar, dostlar. Elçin qardaş, bir də zəhmət olmasa oxuyarsan. 1-ci ayədən 1-dən 6-ya qədər. Buyur. Sardda olan cəmiyyətin mələyinə yaz. Allahın 7 ruhuna və 7 ulduza malik olan belə deyir. Sənin əməllərindən xəbərdaram. Adın var ki, güya dirisən, əslində isə ölüsən. Oyaq ol və sağ qalıb ölmək üzrə olan nəyin varsa, onu möhkəmləndir. Çünki mən sənin əməllərinin Allahımın önündə kamil olmadığını gördüm. Buna görə də nə aldığını və nə eşitdiyini yadına sal. Bunlara riayət et və tövbə elə. Əgər oyaq olmasan, bir oğru kimi gələcəyəm və hansı saat sənin üstünə gələcəyimi də bilməyəcəksən. Amma saatda sənin yanında öz paltarlarını lekələməyən bir neçə şəxs də var. Onlar mənimlə birlikdə ağ paltarda gəzəcəklər. Çünki buna layiqdirlər. Qalib gələn hər kəsə də
ağ paltar, hər kəs də ağ paltar geyinəcək. Mən onun adını həyat kitabımdan əsla silməyəcəyəm. Atamın və onun mələklərinin önündə adını iqrar edəcəyəm. Qulağı olan qoy eşitsin ki, ruh cəmiyyətlərə nə deyir? Çox sağ ol. Bir deməli saatda olan cəmiyyətin mələyinə yaz. İndi ortaya bir cəmiyyət də çıxır. Bu 5-ci cəmiyyətdir sayda. Və baxın nə yazılıb. Allahın 7 ruhuna və 7 ulduza malik olan belə deyir. Yadınızdadırsa, 1-ci fəsildə biz oxumuşduq ki, Rəbb İsa Məsih 7 ulduz arasındadır. 7 ulduz nədir? Cəmiyyətdir. Cəmiyyətdir. Dostlar, yaxşıdır, pisdir, onun cəmiyyətidir. Bu ulduzu yaradan Rəbbdir. Və deyir ki, 7 ruhuna və 7 ulduza malik olan belə deyir. Sənin əməllərindən xəbərdaram. Sizcə bu cəmiyyət necə cəmiyyətdir? Yaxşı cəmiyyətdir ya yox? Yaxşı cəmiyyətdir. Niyə? Belə deyir də, şey desək, doğru desək. Biraz ucadan. Yəni, doğru desək də, məcazlarla desək, tam... Dərk eləmirdim istəyir. Yəni, Allahın istədiyi qədər, Allahın istədiyi nəfəsin verdiyi əmrləri doğru tutmuşlar da. Elə bil ki, nə məhəbbəti var, nə işi var. Yəni, Rəbb uğrunda bir iş görmür. Gah nala, gah masallara. Bəli, bəli. Nə də baxanda elə bil imanı da yoxdur, eləmi? Elə bil imanı da yoxdur. Deyir, səndən də deyir, xəbərdaram. Adım var ki, güya sən, nəsən? Güya sən imam Verirsən. Adım var ki, güya sən, güya dirisən. Amma əslində isə, baxın, İsa Məsih, bax, bu mələyə deyir. Mələyin cəmiyyətinə deyir ki, üzr istəyirəm mələyin cəmiyyətinə. Cəmiyyətin mələyinə deyir. Cəmiyyətin mələyinə deyir ki, baxıram sənə elə bil ki, sən məsihçisən, amma yeri gələndə baxanda, kənardan baxsan, sən heç məsihçi deyilsən. Elələrinə rast gəlmişsiniz ya, yox? Sən elə bil dirisən, amma əslində diri deyilsən, sən ölüsən. Bu necə olan məsihçidir, dostlar? Bilirsiniz, elə məsihçilər var ki, qəşəng danışa da bilərlər. Kəlamı da danışa bilərlər. Bax, burada elə bil ki, cəmiyyətdə qəşəng iştirak edə bilərlər. Allahın sözünü elə bil gözəli əzbər bəzi ayələri də bilirlər. Qulaq asırsan, kənardan qulaq asırsan, doğrudan da pis bilmir, yaxşı bilir. Danışır, öyrədir, başa salır, amma kənara çıxanda heç deməzsən ki, həyat var orada. Heç deməzsən ki, həyat var. Elə bütpərəstlər kimi, dünyavilər kimi özünü aparır. Burada müqəddəslikdən danışır. Amma kənara çıxan kimi görürsən ki, dostlar, heç Məsihə uyğun deyil. Sizcə, İsa Məsih, sual vermək istərdim, dostlar. Sizcə, İsa Məsih, məsəl üçün, bu insanlara vəz edib, sonra kənara çıxıb, cibindən siqaret çıxardıb, çəkərdinmi? Gülməli gəlir. Var da elə insan, kahinlər də var. Elə var, ha? Gülməli gəlir. Sən əgər məsihçisənsə, deməli, Məsihdə gəlirsən. Məsih, İsa, yəni, belə bir işlərlə, belə bir həyat sürməyib. Siz təsəvvür edin, məsihçi siqaret çəkir, ad nədir, içki içir,
nə kənarda gəzir, nə edir, dünyəvi kimi. O məsihçi deyil. O elə bil ki, sinəsindən döyüb deyə bilər ki, mən məsihçiyəm. Sən nə danışırsan? Mən deyir, məktəb bitirmişəm, mən bakalavram, mən ilahiyyatçıyam, sən nə danışırsan? Amma dostlar, həyatında Məsih yoxdur. Zəiflə niyə baxırsan? Kəlamı bilmir. Amma Məsihi elə sevir. Məsih də gəzir. Və doğrudan da onun həyatına baxırsan, deyirsən ki, doğrudan da bu Allah adamıdır. Amma eləsinə baxırsan ki, bu özünü elə göstərir ki, çox gözəl tanıyır, amma əslində elə deyil. Və bilirsiniz, maraqlısı odur ki, İsa özü də deyir ki, adım var, güya dirirsən. Sən kimi aldadırsan? Aldanmayın, Allaha istehza edilməz. İnsan nəyi əkərsə, onu da biçəcək. Aldanmayın. Və burada da biz görürük ki, bax bu cəmiyyət özü belə deyildi. Amma cəmiyyətin ağsaqqalı güya adı var ki, diridir, amma diri. O cəmiyyətin ağsaqqalı bax bu vəziyyətdə olsa, cəmiyyətə təsir olunmur ya yox? Cəmiyyət də onu qulaq asır, elə deyilmi? Bilirsiniz, deyirlər ki, cəmiyyəti öyrənmək, yəni cəmiyyətin vəziyyəti, cəmiyyəti tanımaq istəyirsənsə, onun ağsaqqalına bax gör. Kimdir? Kimdir? Və əgər diri deyilsə, deməli, cəmiyyətin vəziyyəti də yaxşı deyil. Oyaq ol və sağ qalıb ölmək üzrə olan nəyin varsa, siz təsəvvür edin, artıq çırağı da sönür. Bu ulduz, İsa Məsih deyir ki, 7 ulduza malik olan ulduzlardan biri sönürmüş. Bu ulduzlardan biri sönürmüş. Və deyir ki, sağ qalıb ölmək üzrə olan nəyin varsa, onu möhkəmləndir. Qoyma ki, bax bu ulduz, mənim ulduzum tam sönsün. Çünki mən sənin əməllərinin Allahımın önündə kamil olmadığını gördüm. Heç düz deyil, heç düz deyil. Elə uzaq oldu ki bu cəmiyyət. Elə uzaq oldu ki, elə bir uçurum qabağındadır. Və buna görə də nə aldığını və nə eşitdiyini yada sal. Nəyi aldıq? Nəyi eşitdik? İman eşitməkdəndir, elə deyilmi? Yəni Allahın kəlamını eşitdik, iman etdik. Sonra nəyi aldıq? Nəyi aldıq? Hə, dostlar? Rəbb bizə nə verdi? Həyat verdi. Günahlarımızı bağışladı. Bax, bu İsa Məsihin həyatını sən iki əllə yapış, belə deyək də, bu həyatdan iki əllə yapış və buraxma günah. Buraxma günah. Bunlara riayət et. Verdiyim təlimə də və tövbə elə. Əgər oyaq olmasan, bir oğru kimi gələcəyəm. Hansı saat sənin üstünə gələcəyimi bilməyəcəksən, deyir. Amma sartda sənin yanında öz paltarlarını ləkələməyən bir neçə şəxs də var. Dostlar, onlar əziyyət çəkir. O cəmiyyətdə sadiq qalan bir neçə şəxslər vardır. Bir neçə salih insan vardır. Onlar dua edirlər, ya Rəbb, görsən vəziyyət necədir? İnsanların çoxusu burada dünyəvi oldu. İnsanların çoxusu özlərini məsihçi sayırlar, amma ölüm gəzdirirlər. Ya Rəbb, nə vaxt gələcəksən? Bizi bunlardan qutar. Onlar mənimlə birlikdə ağ paltarda gəzəcəklər, çünki buna layiqdirlər. Və yenə də cəmiyyətə İsa Məsihdir qalib gələn kəs
ağ paltar geyinəcək. Mən onun adını həyat kitabından əsla silməyəcəyəm. Atamın və onun mələklərinin önündə adını iqrar edəcəyəm. Qulaq olan qoy eşitsin ki, ruh cəmiyyətlərə nə deyir? Dostlar, gəlin özümüzü yoxlayaq. Gəlin, elə bil ki, kəlama baxıb, bir güzgüyə kimi baxıb, özümüzü yoxlayaq. Diriyəm, zəifəm, ya da ölüyəm. İmanım möhkəmdirmi, ya da zəifdir. Bilirsiniz, biz bu kəlamı tez-tez evdə oxuyub özümüzü yoxlasaq, çox gözəl olar. Buna görə də qoy Rəbb bizə xeyir dua versin. Bu nəinki cəmiyyətə aiddir, bax bu məktub. Bu həm bax burada oturanlara da aiddir. Qoy Rəbb hər birimizə xeyir dua versin, adı da aramızda izzətlənsin. Amin.